Xarici dövlətlərdə daimi qeydiyyatda olan avtonəqliyyat vasitələrinin ölkə ərazisinə müvəqqəti olaraq gətirilməsi qaydaları necə tənzimlənir? Azərbaycan Respublikası Nazirlər Kabinetinin 14 oktyabr 2013-cü il tarixli 305 saylı qərarının 4.3-cü bəndinə əsasən avtonəqliyyat vasitələrinin xarici vətəndaşlar tərəfindən ölkə ərazisinə müvəqqəti olaraq gətirilməsinə hər təqvim il ərzində ümumilikdə 90 gün müddətinədək icazə verilir. Bu müddət Gömrük Məcəlləsinin 258-ci maddəsinə müvafiq olaraq təminat üsullarından istifadə edilməklə 1 ilə qədər uzadıla bilər. Bu qaydaların 4.5-ci bəndinə uyğun olaraq, xarici dövlətlərdə daimi qeydiyyatda olan avtonəqliyyat vasitələrinin Azərbaycan vətəndaşları tərəfindən gömrük ərazisinə müvəqqəti olaraq gətirilməsinə isə təminat üsullarından istifadə edilməklə 1 ilə qədər olan müddətə icazə verilir və bu müddət artırılmır.